Kruiz turları səyahət sevərlər üçün gəmi ilə müxtəlif istiqamətləri kəşf etməyə imkan verən məşhur səyahət növlərindən biridir. Ölkəmizdə də gəmi kruiz turlarına maraq getdikcə artır. Bu səyahətlər daha çox İstanbul, Barselona və ya Dubay kimi şəhərlərdən başlayır. Turistlər bu şəhərlərə təyyarə ilə gedib, oradan kruizə qatıla bilərlər. Xüsusilə yay aylarında Aralıq dənizi marşrutları İtaliya, Yunanistan, İspaniya və Fransa sahilləri Azərbaycanlı turistlər arasında daha çox populyarlıq qazanıb. Bəs üzən otellərin qiyməti neçəyədir? Daha əvvəldən, təxminən 8, 6, 10 ay əvvəldən yerlərinizi ayırdığınızda çox rahat bir şəkildə çox məqbul qiymətə və sərfəli qiymətə əldə edə bilirsiniz. Məsələn, yanvar ayında həm vizasız, həm də çox böyük və gözəl gəmilərdən ibarət olan qrup kruiz turlarımız var. Bir nəfərə uçuş, transfer və kruiz gəmisində qalmaq, qidalanmaq, şou proqramlardan, əyləncələrdən faydalanmaq, bunlara daxil bir nəfər üçün 1500 manatdan başlayan qiymətlərlə hal-hazırda aktivdir. Vaxt keçdikcə, gəmilər doluluq göstərdikcə bu qiymətlər artır. 100-150 manat civarında ilkin ödəniş həyata keçirirsiniz. Daha sonra səyahətə çıxma tarixinə qədər hissə-hissə istər aylıq ödəyə bilərsiniz, istər bir dəfədə. Kruiz turları səyahət zamanı bir neçə ölkənin limanında dayanmağa və yeni şəhərləri kəşf etməyə imkan verir. Azər Quliyev deyir ki, yeni qərara əsasən artıq Çin Respublikasından da yeni gəmi marşrutları təyin olunacaq. Çin Respublikasına olan viza rejiminin ləğvi ilə əlaqədar biz həmən məsəl üçün Çin, Yaponiya, Koreya istiqamətində vizasız kruizlərin təşkil edirik. Ortalama səyahət müddətləri 7 gecə 8 gündür, amma bununla yanaşı həm daha qısa 3 gecə 4 günlüklər, həm də aylarla çəkən dünya səyahətləri mümkündür. Ki səyahət boyunca gəminin özünün bir marşrutu var. Öz marşrutu üzrə ehtiva etdiyi şəhərlərdə bu gəmilər dayanır. Məsələn, səhər saat 6-7 radələrində dayanar, axşam saat 6-7-yə qədər. Yəni sərnişin yeməsini, içməsini, əyləncəsini gəmidə həyata keçirə bilər. İstəsə də şəhəri düşüb rahat bir şəkildə gün boyunca o şəhərin gözəl yerlərini gəzə bilərlər. Kruiz gəmiləri adətən böyük və dəbdəbəli gəmilərdir. Gəmilərin geniş kabinləri, restoranlar, barlar, spalar, hovuzlar, idman zalları və teatr, kino zalları kimi müxtəlif imkanlar olur. Uzun səfərə çıxan gəmidə həssas səyyahlar da nəzərə alınıb. Onlar üçün xüsusi məkanlar ayrılıb. Müəyyən insanlar ola bilər ki, onlarda vestibulyar tarazlığa görə bir həssaslıq var. Gəmilərin resepsiyon bölümündə hər hansı bir ürək bulanmaya və s. qarşı da pulsuz təqdim olunan həblər var. Böyük gəmilərin hamısında sabitləyicilər var ki, bu gəminin dalğalarla mübarizəsində köməklik eləyir. İkincisi də hər hansı bir istiqamətdə hava şəraiti əlverişsiz olduğunda gəmilər o istiqamətdə də üzmürlər, marşrutlarını dəyişirlər. Qış aylarında ən çox gedilən ölkələr Karib dənizi adaları, Bahama, Meksika, Cənubi Amerikada Braziliya və Argentina. Cənub-Şərqi Asiyada isə Sinqapur, Tayland, Orta Şərqdə isə Dubay və Oman limanlarıdır. Turun qiyməti gəminin sinifinə, otağın növünə və gediləcək ölkələr üzrə təyin olunur. Asuman Pünhan, Ayxan Şükürov.